Kəmali ilə də arandakı, o da sənin haqqında... Onun adını ümumiyyətlə çəkmək istəmirəm. Onun adını ümumiyyət... O qızın adı gəlinə səb yaşayıram. İstəmirəm mən o adamın adını çəkmək. Yenə də Ceyhuna baxdın? Yox, baxıram, yəni qəşəng danışıb o görsünlər belə, özü görsün buradan. Kəmali ilə heç vaxt mı daha dost olmazsın? İstəmirəm o qızın adı gəlsin. Bu da bir qurma, yalancı bir... Yox, o qalmaqal deyir öz aramızda ki, biz küsmüşük birbirimizdən. Sizə bir sözüm, o qədər, sizcə o dedi ki, mənim bədənimi orama, burama vuran o filə üzünə. O sözdən sonra sizcə mən onu bağışlayaram mı? Yəni, o nə sözdür o dedi, ayıb deyil. Yəni, Allah canını sağ eləsin, vaxtlarını qorusun. Amma heç vaxt ağlıma gəlməz idi ki, 18 il dostluq etdiyim, canımı verdiyim bir yaxın rəfiqəm bugünkü gündə mənim kürəyimdən vurar. Onun üçün, Tolik, bunu da xahiş eləmişəm, özün də de ki, mən nə qədər səndən xahiş eləmişəm Kəmaliyə görə. Nə qədər, o qədər ağlamışam evdə oturub ki, Kəmalə nədir. Yəni, mənə təsir eləmişsiniz də, Tolik. Yəni, bu qədər ona üçün yaxşılıqlar elədim. Axırda mənim kürəyimdən vuran çox ağır gəldi. Mən yalvarmadığım aparıcılar qalmadı ona görə. Kəmaliyə görə yalvarmadığım aparıcı, biri Tolik özü. Gəldim kabinetinə, dedim, Tolik, xahiş eləyəm səndən. Bir səhvdir də eləyib. Yəni, mən elə dost olmuşam. Mən Kəmalə üçün canımı verən dostlardan olmuşam. 18 il heç vaxt incikliyimiz olmadı. Şoa bizi gör nə günə qoydu. Yəni, o səni günahlandırır onda ki, sən onun milyonlarla baxışı olan mahnısını sildirməyə sən müqəssir oldun. Sənə görə oldu. Tolik, ondan qəlbim sınmışdı zaten ki, mən bu qədər günahıma girmək olmaz. Mən sənin mahnına nəyimə lazımdır? Tutalım silindi. Sən yenə Kəmalə günəşlisən. Yenə Çini çaydanla səni seviblər. Söndür bu mahnını. Ayıbdır axı. Yəni, heç ağlıma gəlməz ki, elə bir can ürəyimi verdiyim bir rəfiqəm. Onun üçün mən kimlərə yalvarıb xahiş eləməmişəm. Bugünkü gündə durub mənim kürəyimdən vurdun. Hətta orada-burada nələrsə deyirsən, Allah canını sağ eləsin. Orada-burada demir, canlı yayımda deyir ki, mənim mahnımı sildirtdirməyə müqəssir oldu. Sonra mənə sataşdı, mənim kürəyimə bahis oldu ki, orasını burasını şişirdənləri toyuvuza çağırmayın. Yəni, heç nə demirəm də, Allah canını sağ eləsin. Mən Kəmalə günəşli mənim üçün bitdi. Yəni, heç bir aparıcılar xahiş edirəm, o haqda mənə sual verilməsin.